Salam dostlar. Bugün may 27-ci 2025-ci il. Sizə deməli neftin qiymətinin təhlilini aparacağım və bir yerdə başa düşəcəyik neftin növbəti həftələrdə, növbəti aylarda hansı istiqamətdə hərəkəti böyük ehtimalla baş verəcək. Deməli gördüyünüz kimi bu həftəlik time frame-dir, yəni həftəlik chartdır. Bu həftəlik chartı əgər biz bir ay əvvəlindən baxsaq, biz başa düşərik ki, yəni biz nə baş verib və hal-hazırda indi hansı istiqamətdə tendensiya davam edir. Bildiyiniz kimi, yəni aprel ayının birinci həftəsi neftin qiyməti çox ucuzlaşaraq, yəni 58 dollara qədər aşağı düşmüşdü və bu qiymət aralığında dayanmadan neftin qiyməti deməli bahalaşaraq və növbəti həftədə daha da bahalaşaraq 67,5 dollar qiymətinə qədər artmışdı. Və sonra nə baş vermişdi? Deməli növbəti həftə, yəni bu aprel ayının 3-cü həftəsidir. Bu həftə deməli alıcılarla satıcıların sayı eyni olduğu üçün demək olar ki, elə böyük bir hərəkət baş verməmişdi. Yəni qiymət ilə 66,5 dollar civarında qalmışdı. Amma aprel ayının axırıncı həftəsi neftin qiyməti daha bir test edərək 59 dollara qədər aşağıya enmişdi və 59 dollar aralığını deməli test edərək, amma burada dayanmadan növbəti həftə, yəni may ayının birinci həftəsi 63-64 dollar qalxaraq və mayın ikinci həftəsi hətta 66 dollar qiymətinə qalxaraq bahalaşmışdı. Amma keçən həftə biz nə gördük? Keçən həftə yenə yəni neftin qiyməti demək olar ki, alıcılarla satıcıların sayı eyni olduğu üçün heç bir dəyişiklik baş verməmişdi. Amma bu həftədən başlayaraq biz görürük ki, neftin qiyməti ucuzlaşmağa doğru gedir. Biz bu time frame-i keçirsək, günlük time frame-ə biz nəyi müşahidə edə bilərik? Biz müşahidə edə bilərik ki, deməli bu bizim korreksiyanın piki olub, amma növbəti piklər ondan əvvəlki piklərdən aşağı olduğu üçün böyük ehtimal trend deməli satış istiqamətini göstərir və biz burada bir maraqlı bir şey gözümə çarpdı. Nəzərimi deməli gözə çarpdı. Bu 63,5 dollar bu qiymət aralığı elə bir aralıqdır ki, burada deməli gördüyünüz kimi bu zaman deməli qiymət bu səviyyəyə düşüb qalxmışdı. Yəni bu zonanı biz support level kimi qəbul edə bilərik və hal-hazırda biz bu həftə görürük ki, bu qiymət, yəni bu həftənin qiyməti bu diapazonun aşağı hissəsində yerləşir. Bu bizə nəyi demək istəyir? Bu bizə onu demək istəyir ki, böyük ehtimal qiymət bu 63 dolları qırmağa çalışacaq bu həftə. Alınacaq, alınmayacaq bunu biz bilmirik. Amma neftin qiyməti bu 63 deməli support leveli qırmağa çalışır və qırsa deməli 58 dollara qədər düşmə ehtimalı var. Kim ki neftə, yəni hər istiqamət, hər bir patronlar bu satış istiqamətini bizə göstərir və kimlər ki satış eləmək istəyir neftə, məncə bu həftə yəni ki aşağıya doğru satış eləmək üçün yaxşı bir imkan yarana bilər. Amma dostlar, bunu demək istəyirəm ki, yəni hər bir halda öz risklərinizi həmişə nəzərdə saxlayın. Risk management, money management mütləq yerində olmalıdır. Trade edin, pul qazanın. Əgər videom sizə faydalı, xoşunuza gəldisə, abunə olun, like eləyin, dostlarınızla paylaşın və hamıya uğurlar arzu edirəm. Təşəkkür edirəm baxdığınız üçün.